Məni izləyən hər kəsə Allahın salamı olsun. Bu günləri mən sizlərlə, belə deyim də, ən ideal qoğalın hazırlamasını paylaşacağım. İnanın ki, qızlar, bu qoğal 5 gündə qalır ha. İnanın ki, 1 qram da qurumur, bərkimir, pambıq kimi yumuşaq, xırçıltılı, hələ onu tavaya qoyub qızdıranda müsibət olur. Yəni sizə məsləhətim, bugünə qədər bildiyiniz bütün reseptləri qoyun kənara və inşallah ki, bu reseptlə mütləq və mütləq qoğal hazırlayın. Keçirik hazırlamasına. 300 qram yağın, yəni kərə yağı da ola bilər, margarin də ola bilər. Üzərinə 1 stəkandan 2 barmaq aşağı duru yağ əlavə edirəm və qoyuram yağı qızmağa. Elə bil ki, 1 buğum qaynatmağa da, əritməyə. Kənarda isə mayanı aktiv eləmək üçün hazırlayıram. Bunun üçün də 1 dolu çay qaşığı instant mayanın üzərinə 1 xörək qaşığı şəkər tozu, 1 çay qaşığı un əlavə edirəm. Üzərindən ilıq su əlavə edirəm və mayanı aktiv olması üçün gözləyirəm. Niyə görə bunu kənarda edirik? Çünki onda bilirik, əgər maya şişəcəksə, bilirik ki, onda xəmirimiz də yaxşı gələcək. Və qatışdırıb elə qazın qırağında bir 5-6 dəqiqə şişməsini gözləyirəm. Kənarda isə 7 stəkan ələnmiş unun üzərinə 1 dolu çay qaşığı duz əlavə edirəm. Üzərindən 2 ədəd bütöv yumurta əlavə edirəm. Üzərindən 100 qram xama əlavə edirəm. Xama yoxdursa, yağlı qatıqdan da istifadə edə bilərsiniz. Və stəkanın başından 2 barmaq aşağı duru yağ əlavə edirəm. Stəkan ölçüm 200 ml stəkanladır. Və aktiv olmuş mayanı görürsünüz, üzəri yaxşı köpüklənib. Bu da o deməkdir ki, xəmir qəşəng mayalanacaqdır. Mayanı da əlavə edirəm və ələ yapışmayan, süd qaldı. 1 stəkan yarım da süd əlavə edirəm. Süd mütləq ilıq olmalıdır ki, mayanı söndürməsin. Əksinə daha da şişirtsin. Və ələ yapışmayan, yüngül, çox belə xəfif, belə axıntılı bir xəmir yoğururam. Xəmiri yoğuranda tələsməyin, çox səbirlə yoğurun, xəmiri sevgi ilə yoğurun, yəni gülər üzlə yoğurun ki, xəmiriniz də çox gözəl mayalansın və hazırladığınız nemət də gözəl çıxsın. Yəni harca bir 10-15 dəqiqə xəmiri yoğurmaq lazımdır. Sonra xəmiri 2 hissəyə bölürəm. Elə 2 hissəyə böləndə də görəcəksiniz ki, xəmir elə gözəl əlinizin altında mayalanır ki. Və hər hissəni də 4 ayrı kündələrə ayırıram və üzərini salfan klokla bağlayıb 30 dəqiqə xəmiri dinləndirirəm. Mütləq üzərini salfan klokla bağlayın ki, xəmir qurumasın. Kündələr dinlənənə qədər mən içliyi hazırlayacağım. Bunun üçün 1 dolu stəkan unun üzərinə 1 çay qaşığı sarı kök əlavə edirəm. Raziyana əlavə edirəm, duz əlavə edirəm. Hamısı 1 çay qaşığı əlavə edirəm. Bir dənə duzu elə bir ki, çay qaşığının yarısı qədər əlavə edirəm. Və raziyana, cirə, sarı kök, duz əlavə edirəm. Unla bir yerdə qovururam. Qazın dərəcəsində orta dərəcədə qoymaq lazımdır ki, un yanmasın. Unun çox rəngini, yəni olmaz sarı rəngə gələnə qədər qovurmaq. Çünki onsuz da yağ əlavə etdikdə rəngi tündləşəcək. Yəni çox tünd rəngdə eləməyə ehtiyac yoxdur. Bir qədər gördünüz ki, unun rəngi dəyişib. Artıq ağ yox, biraz belə deyim də sarımtıldır. Onda artıq götürə bilərsiniz. Və isti qovrulmuş unu başqa bir qaba əlavə edirəm. Və 50 qram əridilmiş kərə yağını içliyin üzərinə əlavə edib qatışdırıram. Umaç halına gətirirəm də, yəni əlimlə umaç halına gətirirəm. Umacın hazır olub olmadığını əlinizlə yoxlayın. Əlinizin izi əgər üzərində qalırsa, barmaqlarınızın izi, demək ki, tam hazırdır. Və başlayırıq kündələri bir-bir açmağa. Kündələr o qədər kövrək olur ki, yumuşaq, elə oxlovu vuranda belə öz-özündən açılır da, yəni bu dərəcədə. Əlinizlə belə hətta çox rahat aça bilərsiniz. Və aça bildiyim qədər yəni çox
yəni nazik açıram. Ondan sonra kənarda süfrənin üzərini duru yağla yağlayıram. Duru yağla yağlayıram ki, sonda yəni çıxartmaq, burumaq rahat olsun. Kərə yağı vuranda biraz kərə yağı donur, yapışır süfrəyə, qırılır. Və xəmiri yağladığım süfrənin üzərinə sərirəm və əlimlə darta-darta biraz da elə bir 2 xəmiri açdığımdan da bir dəfə artıq açıram. Çox elastik xəmirdir. Yəni çox rahat olacaq işləmək sizə bu xəmirlə. Lap balaca da açsaz çox rahatlıqla belə uzada biləcəksiniz. Və əritdiyim kərə yağı ilə duru yağ qarışımını açdığım xəmirin üzərindən əlavə edirəm və hər tərəfinə yayıram və bütün gördüyünüz 8 kündən hamısını da eyni qayda ilə açıram və bir-bir xəmirləri üst-üstə yığıb yağlayıram və bu şəkildə kənarlarından dartıram. Yəni uzandıqca uzadıram. Fikir verin, xəmir nə qopmur, nə cırılmır. Çünki o qədər gözəl xəmirdir ki, yəni bu xəmirlə badambura da hazırlaya bilərsiniz. Sadəcə yumurtanın birini əskik etməyə şərti ilə. Ən sonuncu qatı yerləşdirdikdən sonra yağlamıram üzərini və 2 barmaq aralı gördüyünüz kimi kəsirəm. İstəsəz bunu balaca da eləyə bilərsiniz, istəsəz böyük də eləyə bilərsiniz. Bu sizin öz, yəni zövqünüzdən asılıdır. Və burma şəklində, rulet şəklində bururam. Hər burduqca da qabağa gətirirəm ki, çox olsun qatları. Və gördüyünüz kimi çox sərgəli şəkildə də süfrədən ayrıldı. Və hamısını bu qayda ilə bururam. Qabın içərisinə yığıb üzərini selofan klokla bağlayıram və bir 10 dəqiqədə burada özünü xəmirin tutmasını gözləyirəm. 10 dəqiqədən sonra lent hissəsini, kənar, yəni çıxan lent hissəsini biraz kələkötür hissəsinə aparıram və gördüyünüz şəkildə oyuq açıram. Və açdığım oyuğun içərisinə bir dolu xörək qaşığı, əgər gedirsə biraz yarım da artıra bilərsiniz. İçlikdən əlavə edirəm və ağzını yaxşıca bükürəm xəmirin hər iki tərəfini. Elə bükün ki, əks tərəf dağılmasın, əks tərəf yana qaçmasın ki, qovallarınız qəşəng topluş olsun. Və eyni qayda ilə hamısını bu şəkildə hazırlayıram. Əgər çox köpməyini istəyirsinizsə, üzərindən basmayın. Amma biraz, yəni topuş, biraz yastı olmasını istəyirsinizsə, üzərindən çox xəfif, yüngülcə basmanız kifayət edəcəkdir. Sobaya göndərməmişdən öncə listin içərisinə yığıram qoğalları və üzerini bağlayıb 15 dəqiqə biraz da daha gözəl mayalanmasını gözləyirəm. Bu arada üzərinə sürtmək üçün yumurtanın
2 ədəd yumurtanın sarısının içərisinə 1 çay qaşığı süd, 1 çay qaşığı duru yağ və yarım çay qaşığı da sarı kök əlavə edirəm. Sarı kökü qida boyası ilə də əvəz edə bilərsiniz və qoğalların hər tərəfinə çəkirəm. Və qoğalların ortasından oyuq açılır oxlovun kənarına və üzərini qara çörək otu ilə yəni səpirəm. Oyuq ona görə açılır ki, qoğallar lap belə böyük şəkildə şişməsin də, yəni əndazəsindən çıxmasın. Və qara çörək otu da zövqə görədir. Ağ küncütlə də əvəz edə bilərsiniz və əvvəlcədən qızdırılmış alt üst rejimdə 180 dərəcədə 40 dəqiqə ərzində bişirirəm. Və budur, mənim qoğallarım artıq hazırdır. O qədər gözəl qoğallar çıxır ki, belə inanmarsınız ki, bu xəmirdən bu cür ləzzətli, dadlı, boyatlanmayan, xırçıltısını, yumşaqlığını itirməyən qoğallar alınacaqdır. İnanın qızlar, artıq belə deyim də 1 ildir ki, mən başqa reseptlə qoğal hazırlamıram. Ən gözəl reseptlərimdən biridir. Sizlərlə bölüşmək istəyirəm ki, siz də hazırlayasınız və dadını çıxarasınız bu ləzzətli qoğalların. Xırçıltısı, yumşaqlığı hamısı yerli yerindədir. Bu qoğalı yeyəndə deyəcəksiniz ki, elə mənim axtardığım resept bu idi. Qatları tək-tək saya biləcəyiniz bir qoğaldır. Bu qədər. Bu mənim sizinlə paylaşmaq istədiyim növbəti video idi. İnşallah ki, bəyənərsiniz, göz haqqınıza halal edərsiniz. Allah hər kəsin süfrəsini bol ruzu bərəkətli etsin. Heç kimin gözü, heç kimin qazanı qalmasın inşallah. Allah heç bir ata-ananı evladı qarşısında çörəklə sınağa çəkməsin. Bu qədər. Şərhlərinizi gözləyirəm. Like'larınızı gözləyirəm. Abunə olmağınızı gözləyirəm. Sağ olun, salamatla qalın.